Salam əziz tələbələr. Mən Magistratura Ali Təhsil Mərkəzinin ingilis dili müəllimi Şəhri Fərzalızadə. Bu gün sizinlə 19 oktyabr 2025-ci ildə Magistratura Ali Təhsil Mərkəzində keçirilmiş mövzu sınaq imtahanı 1-in ingilis dili fənnindən olan sualların izahına baxacağıq. İlk 5 sualımız dinləmə materialı əsasında olduğuna görə gəlin ilk öncə dinləməmizi səsləndirək. So, you'd better decide which university course you're going to do, Julia, as you simply can't delay this any longer. But I'm in no hurry, Dad. The main point is that I know I'd be elated to do business studies. Although a lot of my friends, especially Anna, says it sounds so boring. What is she going to study? Film studies. It does look exciting in comparison. I can see that business studies might sound dull to your friends, Julia, but you know, that's far from the truth. I know. And don't forget that with business knowledge, you might find it much easier to get a job. I'm sure your friend Anna will enjoy doing film studies, and in case she is lucky, she'll get a job she enjoys. However, there's a shortage of jobs in the film industry. So if I were her, I'd look for a different course. You're probably right, but it is what Anna wants to do. Oh, I find it really difficult to make up my mind. Don't you think that business studies will be a bit burdensome for me? Of course not. Did I tell you Jim Brooks will employ me in their accounts department in the summer holidays provided that I choose business? I told him I really enjoy working with numbers, and of course, I always got good marks in math at school, not like French, which I never did well in. Well, what about economics? That might interest you more, and you might find a job working for an international bank or organization. I've never thought of that, as no one at college has ever suggested economics. I'll go and look up some information on the internet right away. You're such a help. Thanks. İndi suallarımıza baxa bilərik. Birinci sualda bizdən dinləməyə əsasən doğru variantı seçməyimiz tələb olunur. According to her father, where might Julia work if she studies economics? Deyir, Julia'nın atasına görə o iqtisadiyyat təhsili alsaydı, harda işləyə bilərdi? Baxın, biz mətndə onu dinləmədə bu hissədə eşitdik. Deyir, that might interest you more and you might find job working for an international bank or organization. İqtisadiyyat təhsili alsan, onunla maraqlansan, bankda, beynəlxalq banklarda və yaxud da təşkilatlarda iş tapa bilərsən. Baxın, o da bizdə birinci sualın C variantındadır. İkinci sualda dinləməyə əsasən doğru variantı tapmalıyıq. A variantında deyir, Anna inanır ki, biznes təhsili almaq həyəcan verici ola bilər. Anna ümumiyyətlə özü Julia'nın dostudur. O filmşünaslıq təhsili almaq istəyir və biznes təhsilinin sıxıcı olduğunu deyir, boring. Ona görə bu variant yanlışdır. B variantında deyir, Julia'nın atası fikirləşir ki, filmşünaslıq sahəsində iş imkanları limitlidir. Bəli, bu doğru variantdır. Baxın, bu hissədə deyir, however, there is shortage of jobs in film industry. Film sənayesində iş qıtlığı ola bilər. Burada isə deyir ki, iş imkanları limitlidir. Bəli, bu dinləməyə əsasən doğru variantdır. C variantında deyir, Julia həmişə məktəbdə fransız dilini öyrənməkdən həzz alıb, amma burada mətndə bizə dedi ki, o heç vaxt fransız dilində yaxşı olmayıb və yaxşı qiymətlər ala bilməyibdir. Ona görə bu variantımız da yanlış variantdır. D variantında deyir, Jim Brooks Julia'ya biznes sahəsində daimi iş təklif etdi. Ona daimi iş təklif eləməyib. Sadəcə deyib ki, əgər biznes təhsili alsan, onu mühasibatlıq departamentində işə götürəcək. Əgər təhsil alsa, ona görə bu da yanlış variantdır. Y variantında deyir ki, Julia'nın atası ona iqtisadiyyat sahəsində təhsili məsləhət görmür, amma baxın, ən axırda məsləhət görür və hətta deyir ki, iqtisadiyyatla bağlı təhsil alsan, sən beynəlxalq banklarda və yaxud da təşkilatlarda işləyə bilərsən. Deməli, onda Y variantı da yanlış variantdır. Üçüncü sualda deyir, dinləmədən belə aydındır ki, yəni biz doğru variantı axtarırıq. A variantında deyir ki, Julia
məktəbdə fransız dilindən çox riyaziyyatda uğurlu olub. Bəli, bu doğru variantdır. Baxın, burada da deyir, I always got good marks in maths at school, not like French, which I never did well in. Mən həmişə məktəbdə riyaziyyatdan yaxşı qiymətlər almışam, amma fransız dilindən yox, hansı ki onu heç vaxt bacarmayıbdı. Deməli, onda 3-də A variantımız elə doğru variantdır. B variantında deyir, Julia artıq dəqiq əmindir ki, iqtisadiyyat oxuyacaq, amma Tasona təklif eləyəndə deyir, elə internetdə araşdırmalar, məlumatlar axtaracağam. Bu hissədə deyir, hələ dəqiq qərar verməyibdi, ona görə bu da yanlış variantdır. C variantında deyir ki, Anna filmşünaslıqdansa hüquq oxumağa üstünlük verir, amma Anna Julia'nın dostuydu da, o filmşünaslıq oxumaq istəyir. Ümumiyyətlə, hüquq təhsili ilə bağlı dinləmədə heç nə deyilmədi. D variantında deyir, Julia'nın atası biznes təhsili almaq ideyasını dəstəkləmədi. Xeyr, əksinə deyir ki, sənin dostlarına bu sıxıcı görünə bilər, amma but you know, özün də bilirsən ki, bu həqiqətdən uzaqdır. Yəni, biznes təhsili almaq yaxşıdır. Ona görə D variantı da düz olmayacaq. E variantında deyir ki, İqtisadiyyat Julia'nın kollecdəki birinci təhsili idi. Bununla da bağlı bizə dinləmədə heç bir məlumat deyilmədi. Bunu da çıxaracağıq burada. Dördüncüdə deyir, cümləni dialoqa əsasən tamamlayın. Jim Brooks Julia'nı işə götürəcək mühasibatlıq departamentində. Əgər o hansı təhsili alsa, baxın bu hissədə dedik ki, Jim Brooks will employ me in the accounts department in the summer holiday provided if I choose business. Əgər mən deyir biznes təhsilini seçsəm, o məni işə götürəcək. Onda deməli 4də doğru variantımız olacaq C variantı. 5də isə aşağıdakı suallardan hansına cavab vardır? A variantında deyir, Julia niyə filmşünaslıq oxumaq istəyirdi? Julia ümumiyyətlə filmşünaslıq oxumaq istəmirdi. Anna filmşünaslıq oxumaq istəyirdi, Julia'nın dostu. B variantında deyir, məktəbdə Julia hansı fəndə yaxşı olub? Bəli, bunun cavabı var. O, məktəbdə yaxşı qiymətlər aldığı fən riyaziyyat fənni idi. C variantında deyir ki, Julia hansı universitetə müraciət edibdi? Burada universitet adı çəkilmir. D variantında deyir, Julia yayda nə qədər pul qazanacaq? Yayda əgər o biznes təhsili alası olsa, Jim Brooks onu işə götürəcək, amma qazanacağı məbləğ deyilmir. E variantında deyir, Anna hansı ölkədə təhsil alacaq? O barədə də dinləmədə heç bir məlumat yoxdur. Növbəti 6-10 arası suallarımız mətnlə bağlı suallardır. Mətndə ilk sualımız 6-cı sual true-false tipli sualdır, hansı ki mətnə əsasən biz verilmiş məlumatların doğru və yaxud da yanlış olduğunu təyin edəcəyik. 6.1-də bizə deyir ki, Derinkuyu hazırki Türkiyə ərazisində yerləşir və 60 metrdən çox dərinliyə qədər uzanır. Bəli, bu mətnə əsasən doğru variantdır. Baxın, birinci paraqrafda burada qeyd olunub ki, bu şəhər vulkanik qayalardan ibarətdir və 60 metr dərinliyə qədər genişlənir, uzanır. Deməli, onda 6.1 olacaq true. 6.2-də bizə deyilir ki, tarixçilər dəqiqliklə əmindirlər ki, Dərinkuyunu ilk olaraq farslar inşa edibdir. Amma bizə mətndə ikinci paraqrafda, baxın bu hissədə qeyd olunur ki, Dərinkuyunun min illər əvvəl tikilibdir, amma onu kimlərin yaratdığı hələ də sirr olaraq qalır. Deməli, onda 6.2 olacaq false. 6.3-də bizə deyir ki, bu yeraltı şəhərdə yaşayış yerləri ilə bərabər, yəni nəinki yaşayış yerləri, hətta məktəblər və dini ərazilər də mövcuddur, ibadət yerləri də mövcuddur. Bəli, bu mətnə əsasən doğru variantdır. Deməli, bunun düzgün cavabı 3-cü paraqrafda qeyd olunubdur. Baxın burada. Deyir ki, it contained kitchens, mətbəxlərdən, ondan sonra anbarlardan, yəni depolama otaqlarından, məktəblərdən, tövlələr və hətta dini otaqlardan, dini yerlərdən ibarətdir. Onda deməli biz 6.3-ü götürəcəyik true. 6.4-də isə deyir ki, Dərinkuyunun
bu dərin səviyyələri 1963-cü ildən əvvəl yerli insanlar tərəfindən yaxşı tanınırdı, yaxşı bilinirdi. Amma bu doğru variant deyil. Baxaq mətndə 5-ci paraqrafda. Deyir ki, yerli insanlar da sadəcə kiçik mağaralardan xəbərdar idilər. Amma deyir bu ərazinin ən dərin səviyyələri 1963-cü ilə qədər unudulmuşdu. Demək, onda 1963-cü ilə qədər bunun dərin səviyyələrini heç kim bilməyib olacaq. False. 7-ci sualda bizdən deməli, 7-ci sualda 5-ci paraqrafı hansı cümlə ilə tamamlaya bilərik o istənilir. Mətndə də fikir verirsinizsə, 7-ci paraqrafın ilk cümləsi burada qeyd olunmayıbdır. Biz onu mətnə əsasən tamamlayacağıq. Və biz paraqraf tamamlama test tapşırıqlarında deyirik ki, paraqrafın boşluq hissəsinə yazacağımız cümlə həm özündən sonra gələn cümlə ilə məntiqi əlaqə yaratmalıdır, həm də ümumi paraqrafın, həmin paraqrafın məzmununa uyğun olmalıdır. Gəlin görək indi 5-ci paraqrafda bizə nə deyir? 5-ci paraqrafda bizə deyir ki, yerli insanlar sadəcə kiçik mağaralardan xəbərdar idilər. O mağaranın ən dərin qatları 1963-cü ilə qədər bilinmirdi. Amma deyir, bir dəfə Kapadokiyada bir kişi öz evinin divarını uçurur və o yeraltı dünyaya aparan bir keçid kəşf edir. Və o vaxtdan da bəri Derinkuyu həm məşhur turistik bir məkan olur, həm də vacib bir arxeoloji abidə hesab olunur, arxeoloji məkan hesab olunur. Baxın, deməli, burada deyir ki, nöqtələrdən sonraki cümlədə bu mağaranın bəzi hissələrini sadəcə yerli insanlar bilirdi. Onun ən dərin qatları hələ heç kimə məlum deyildi, unudulmuşdu. Heç kim bundan xəbərdar deyildi. İndi 7-ci test tapşırığındakı variantlara baxaq. Məsələn, 7-nin A variantında deyir ki, Hitler Anadolunun qədim hissələrində bacarıqlı memarlar və döyüşçülər olublar. Yəni, burada Hitlerdən, onların bacarığından, qabiliyyətindən heç nə danışmır. Ona görə A variantını götürə bilmərik. B variantında deyir, Kapadokiyada yeraltı şəhərlərin bir çoxusu zəlzələyə görə dağılıbdır. Burada düzdür, dağılmaq məsələsi qeyd olunur noktan, amma onu Kapadokiyada bir kişi öz evinin divarını uçuranda o yeraltı məkanı kəşf edir. Bu doğru uyğun cavab deyil. C variantında deyir ki, əsrlər ərzində Derinkuyu şəhəri tarixçilərə və ictimaiyyətə, yəni dünyaya, geniş dünyaya hələ məlum deyildi. Bəli, bu variant doğru olacaq. Biz bu variantı gətirib bura qoysaq ki, tarixçilər və dünyanın bir çox hissəsi hələ buradan xəbərsiz idi. Yalnızca buradan kim xəbərdar idi? Yerli insanlar xəbərdar idi. Amma o kişi evinin divarını uçurandan sonra artıq digər insanlara da məlum oldu. C variantı doğru variant olacaq. D variantında isə deyir ki, Kapadokiyada fermerlər bu mağaraları tez-tez öz məhsullarını, yəni öz məhsullarının anbarı olaraq istifadə edirdilər. Bu da bu paraqrafa uyğun variant deyil. Düzdür, orada Derinkuyuda inşa olunan mağaralar istifadə olunubdur anbar kimi, amma biz ondan 3-cü paraqrafda danışdıq. Yəni bu paraqrafa uyğun məlumat deyil. Y variantında isə deyir ki, alimlər razılaşa bilmirlər ki, hələ də Türkiyədə yeraltı ərazilər var. Yeraltı ərazilərin olduğundan razılaşa bilmirlər. Əgər onda razılaşa bilməsəydilər, bugün ora turistik məkan və vacib arxeoloji abidə olmazdı. 8-ci sualda bizdə refuge sözünün mənasını soruşur. 4-cü paraqrafda istifadə olunan. Refuge sığınacaq deməkdir. Baxın, mətndə də deyir ki, deməli, Derinkuyu işğal dönəmində, işğal vaxtlarında əsasən nə kimi istifadə olunubdur? Sığınacaq kimi. Sığınacaq da qorunma yeridir də. Deməli, onda 8-də doğru cavabımız olacaq A variantı. Deyir ki, təhlükəsizlik və qorunma yeri. B variantında deyir ki, qədim hərbi silah növü. C variantında deyir bir yerdə yaşayan insanlar qrupu.
D variantında deyir heyvanların saxlandığı yer, bina. E variantında isə deyir ki, qidaların saxlanılması və bişirilməsi üsulu. Heç biri uyğun variant deyil. 9-cu sualda mətnə əsasən cümləni tamamlamağımız istənilir. By constructing during Q, ancient civilizations want to do. Deməli, derin Q-nun tikilməsi ilə bağlı qədim sivilizasiyalara məqsədlər qoyulurdu ki, yəni bu kimi yerlərin tikilməsində məqsəd nə idi? Deməli, bu sualın cavabı bizə 4-cü paraqrafda qeyd olunur. Gəlin baxaq 4-cü paraqrafda həmin hissəyə. Deməli, deyir ki, burada 4-cü paraqrafda bu derin Q işğal dönəmlərində sığınacaq yerləri kimi istifadə olunurdu və Kapadokiya tez-tez xarici orduların hücumuna məruz qalırdı və bu yeraltı şəhər də həmin dönəmlərdə minlərlə insanların, ailələrin təhlükəsizliyini təmin edirdi. Deməli, onda bu yerlərin tikilməsində məqsəd o xarici orduların hücumu zamanı əhalinin qorunması idi. Baxın, o da bizdə C variantında qoyulubdur ki, təhlükəli dönəmlərdə öz insanlarını qorumaq üçün. 10-cu sualda biz seçəcəyik ki, mətndə burada qeyd olunan suallardan hansına cavab var. Birinci sualda bizdən soruşur ki, derin Q-nun inşası nə vaxt tamamlanıbdır? Bizə burada onunla bağlı heç bir məlumat verilməyibdir. Çünki sadəcə deyir ki, derin Q hal-hazırki Türkiyə ərazisində yerləşir. Hələ heç onun kimin tikdiyi də bəlli deyil. Sadəcə burada deyir ki, eramızdan əvvəl 15-ci əsrdə başlanılıbdır onun inşasına, amma nə vaxtı yekunlaşıb onun inşası mətndə heç bir məlumat yoxdur. Biri götürməyəcəyik. 2-də deyir, what things allowed people to live underground for a long time? İnsanlara deyir, nə icazə verirdi ki, burada yerin altında uzun müddət yaşaya bilsinlər? Bəli, bu sualın mətndə cavabı var. Deməli, mətndə 2-ci paraqrafda bunun cavabı qeyd olunubdur. Üzr istəyirəm, 3-cü paraqrafda qeyd olunubdur. Baxın, burada deyir ki, 3-cü paraqrafda air shafts and wells were carefully designed, making it possible for people to live underground for long periods without fresh danger from the surface. Deməli, deyir ki, hava şaxtaları və quyular o qədər diqqətlə inşa olunub, dizayn olunmuşdu ki, bunlar da insanlara yerin altında uzun müddət yaşamağa imkan verirdi. Hansı ki, yerin altında təmiz hava ilə və təhlükəsiz bir formada yaşamağa imkan verirdi. Deməli, səbəb nə idi? Hava şaxtalarının və quyuların çox diqqətlə inşa olunması. Götürəcəyik 2-ci sualı. 3-cü sualda deyir ki, niyə görə Kapadokiya xarici orduların hücumuna məruz qalırdı? Düzdür, biz 3-cü paraqrafda onu bu hissədə oxuduq ki, derin Q sığınacaq kimi istifadə olunub müharibə dönəmlərində, işğal dönəmlərində və tez-tez xarici orduların hücumuna məruz qalırdı. Amma burada onun niyəsi qeyd olunmayıbdır. Ona görə bunu götürə bilmərik. 4-cü paraqrafda deyir ki, derin Q-nun dəqiq yaradıcısı kimdir? Yəni, onunla bağlı heç bir məlumat yoxdur burada. Sadəcə tarixçilərin inamı var idi ki, inanırdılar ki, ola bilsin ki, Hitler inşa edibdir, amma dəqiq yaradıcısı məlum deyil. 5-ci paraqrafda isə bizə deyir ki, why did people expand tunnels? Niyə insanlar tunelləri genişləndirirdilər? Bunun da cavabı mətndə qeyd olunub. Deməli, 2-ci paraqrafda. Baxın, bu hissədə bizə deyir ki, over centuries, əsrlər boyu, people modified and enlarged the tunnels to create an entire hidden settlement. Deyir, əsrlər boyu insanlar tunelləri neyiblər? Dəyişdirərək böyüdüblər, genişləndiriblər, hansı ki, nə məqsədlə? Tam bir gizli yaşayış məntəqəsi yaratmaq üçün. Entire hidden settlement. Deməli, 5-ci sualı da doğru cavab olaraq götürəcəyik. Mətnimizə baxacağıq. Bu mətndə də ilk sual, yəni 11-ci sual true-false tipli sualdır. Mətn əsasən indi doğru cavab və yanlış cavabları təyin edəcəyik.
11.1-də bizə deyir ki, insan yaddaşı heç bir unutma olmadan, yəni heç nəyi unutmadan bütün hər bir hissədən ibarət məlumatı özündə saxlaya bilir. Yəni yaddaşımız bütün məlumatları saxlamağa qadirdir. Burada paraqrafları belə qeyd elədim ki, bizə də tapmaq rahat olsun. Amma burada bizdə 3-cü paraqrafın bax bu hissəsində deyilir ki, forgetting is also natural part of memory. Unutmaq yaddaşın təbii bir hissəsidir və bizim beynimiz sadəcə ən vacib məlumatlara yönələ bilir və onları yadda saxlayır. Unutmaq isə bizə deyir beynimizdəki vacib məlumatların və həddən artıq yüklənmənin qarşısını almağa kömək eləyir. Deməli, onda yaddaşımız hər şeyi unutmadan yadda saxlaya bilmir. Ona görə 11.1 olacaq false. 11.2-də bizə deyilir ki, qısa müddətli yaddaş, short term memory, bizə icazə verir ki, bir neçə saniyə və yaxud da dəqiqə içərisində məlumatları xatırlaya bilək. Bu isə bizdə 2-ci paraqrafda qeyd olunubdur. Gəlin 2-ci paraqrafda həmin hissəni tapaq. Deməli, baxın bu hissədə. Short term memory, qısa yaddaşlı yaddaş bizə icazə verir ki, bəzi şeyləri bir neçə saniyə və yaxud da dəqiqə içərisində xatırlaya bilək. Onda 11.2 olacaq true. 11.3-də deyir ki, forgetting is harmful and always indicates a problem with the brain. Deyir, unutmaq zərərli bir şeydir və beynin həmişə problem yaşadığını göstərir. Amma baxın, elə biz 3-cü paraqrafda bu hissədə oxuduq ki, unutmaq yaddaşın təbii bir hissəsidir. Və bu proses, yəni unutmaq prosesi beynin vacib məlumatlara yönəlməsinə və həddən artıq yüklənmənin qarşısını almağa kömək eləyir. Deməli, onda unutmaq beyin üçün zərərli bir şey deyil. 11.3 olacaq false. 11.4-də bizə nə deyir? 11.4-də deyir ki, güclü emosiyalar bəzi xatirələri daha asan xatırlanan eləyə bilir. Elə bunun da cavabı 3-cü paraqrafdadır. Baxın, deməli 3-cü paraqrafda bu hissədə deyir ki, however, certain strong emotions can make some memories almost impossible to forget. Deyir, bununla belə güclü emosiyalar bəzi xatirələrin demək olar ki, unudulmaz olmasına imkan verir, impossible to forget. Deməli 11.4 olacaq true. 12-ci test tapşırığında mətnə əsasən cümləni tamamlamağımız istənilir. Deməli, mnemonic devices nə üçün istifadə olunur? Bunun cavabı bizdə 4-cü paraqrafda qeyd olunubdur. Gəlin tapaq həmin hissəni mətndə. Deməli, baxın bu hissədə. Deyir, bəzi insanlar mnemonik deməli üsullardan istifadə edirlər. Mnemotik üsullar dedikdə nəyi nəzərdə tutur? Acronyms, ondan sonra rhymes. Bunlar nədir? Məlumatları, faktları yenidən siyahılaşdırmağa kömək edir bizə. Bəzi insanlar mnemotik üsullardan, yəni ixtisarlardan, qafiyələrdən istifadə edərək o faktları və siyahıları daha asan yadda qalan edir. Yəni bu bizə faktları və siyahıları yadda saxlamağımıza kömək edir. İndi görək bu bizdə hansı variantda qeyd olunubdur? Baxın A variantına. Ways to help remember facts or list using patterns, rhymes and acronyms. Deməli, məlumatları qafiyələndirərək, ixtisar eləyərək siyahı list formasında saxlamağımıza kömək edir. İndi baxaq 13-cü suala. 13-cü sualda bizdən mətnə əsasən suala cavab verməyimiz tələb olunur. Why do some memories fade over time? Niyə bir vaxt ərzində beyindəki məlumatlar solur? Yəni beyindəki məlumatlar silinə bilir, yox ola bilir. Baxın 3-cü paraqrafda bu hissədə qeyd olunub ki, some memories fade because they are rarely recalled, while others lost due to stress, lack of sleep or age. Deməli, deyir ki,
Bəzi xatirələr, some memories, nadir hallarda, rarely recall, nadir hallarda yada salındığı üçün yaddan çıxır və hansı səbəbdən yaddan çıxa bilir? Stressə görə, yuxu çatışmazlığına görə, yaşlanmaya görə bu tip məlumatlar yaddan çıxıb unudula bilir. İndi gəlin görək bu hansı variantdadır? Baxın A variantına. They are rarely recalled. Onlar çox nadir hallarda yada salındığı üçün yaddan çıxır. 14-cü sualda bizdən mətndə istifadə olunmuş imagination sözünün mənası istənilir. Imagination təxəyyül, təsəvvür deməkdir. Elə burada doğru variantımız A variantı olacaq. Beyində yeni ideyalar və təsvirlər yaratmaq qabiliyyəti. B variantında deyir ki, yaddaşları saxlaya bilən beyin hissəsi. C variantında deyir ki, əhəmiyyətsiz faktları unutmaq prosesi. D variantında deyir ki, yaddaşı yaxşılaşdıra bilən fiziki tapşırıqlar, fiziki məşqlər. E variantında isə deyir ki, yaddaşa, uzunmüddətli yaddaşa təsir edə bilən xəstəlik. Təbii ki, bu variantların heç biri doğru cavab deyil. 15-ci sualda mətnə əsasən hansı sualların cavabı var? Biz onları tapacağıq. 15-in birincisində deyir ki, how does imagination influence memory? Təsəvvür ya da təxəyyül beyinə necə təsir edə bilir? Baxın, 5-ci paraqrafda deyir ki, araşdırmaçılar həmçinin tapıblar ki, tədqiqatçılar, yaddaş təxəyyüllə, təsəvvürlə birbaşa əlaqəlidir. When we remember the past, our brain sometimes mix real experience with imagined detail, creating a memory that feels true but may be slightly different from reality. Deməli, biz keçmişi xatırlayanda bəzi real təcrübələri təsəvvür etdiyimiz detallarla qarışdırırıq və bu da beynimizdə həqiqətə bənzəməyən, belə deyək, xatirələr yaradır və bu da hər insanın beynində fərqli cür xatırlanır. Deməli, birinci sualın mətndə cavabı var. İkinci sualda deyir ki, deməli, insan yaddaşında nə qədər exact number, insan yaddaşında saxlaya biləcəyi xatirələrin dəqiq sayı nə qədərdir, bu qeyd olunmayıbdır. Üçüncü sualda bizdən soruşur ki, yaddaşı yaxşılaşdırmaq üçün, inkişaf etdirmək üçün hansı texnikalar var? Bu bizə 4-cü paraqrafda qeyd olunmuşdu ki, bəzi mnemotik üsullar var, hansı ki, qafiyələrdən, ixtisarlardan istifadə etməklə beynimizdəki məlumatları siyahılaşdıra bilərik və bu da bizim yaddaşımızı daha yaxşı eləyə bilir. Üçüncü sualı götürəcəyik. 4-cü sualda bizə deyir ki, hansı metodlar var, hansı metodlar istifadə oluna bilər yaddaş problemlərini müalicə etmək üçün. Mətndə heç bu hal qeyd olunmayıbdır. 5-cidə deyir ki, how long do short-term memories last exactly in seconds? Yəni dəqiqə olaraq, saniyə olaraq qısa müddətli yaddaş neçə saniyə davam edir? Dəqiq sayı istəyir bizdən. O da mətndə düzdür, mətndə bir neçə saniyə və bir neçə dəqiqə içərisində xatırlamağa kömək etdiyi qeyd olunub, amma exact, dəqiqliyi qeyd olunmayıbdır. Deməli, burada da doğru cavablarımız olacaq 1 və 3. 16-20-ci suallar arası suallarımız isə qrammatik hissə ilə bağlıdır. Burada bizdən düzgün əvəzliyi seçməyimiz istənilir. Gəlin baxaq verilmiş cümlələrə. Birinci cümlədə nöqtələrdən sonra Z artiklı istifadə olunubdur. İngilis dilində yeganə iki əvəzlik all və both əvəzliyidir. Hansı ki, bunlardan sonra birbaşa Z artiklı istifadə oluna bilir. Yerdə qalan heç bir əvəzliklərdən sonra Z artiklı istifadə oluna bilməz. İndi baxaq görək variantlar arasında bunlardan hansı var? All var. Deməli, olacaq birə C variantı. Düzdür, siz burada ismin və xəbərin cəmliyinə uyğun olaraq ora some götürə bilərsiniz, amma some əvəzliyindən sonra Z artiklı istifadə olunmur. Deməli, C ora uyğun deyil. Baxacaq ikinci nöqtələr. İkinci nöqtələrdən sonra of istifadə olunub. Və biz də bilirik ki, every, no və törəmə əvəzliklərdən sonra of işlənmir. Deməli, ikinci sualda olacaq B variantı. 1-ə C, 2-yə B variantının olduğu cavab D variantıdır.
17-ci sualda da bizdən doğru variant istənilir. Quantifiers mövzusudur. Baxaq birinci birləşməyə. Birinci birləşmədə saçla many istifadə olunubdur. Saç kəmiyyət bildirən sözlərdən yalnız a lot of ilə işlənə bilir. Saçdan sonra yerdə qalan heç bir kəmiyyət bildirən söz istifadə oluna bilməz. Ona görə birinci birləşmə yanlışdır. Bunu götürməyəcəyik. İkincidə so'dan sonra kəmiyyət bildirən sözlərdən many, few, deməli so many və so few'dan sonra gəlir cəm isim. So'dan sonra işlənə bilir much, little. Much və little'dan sonra isə gəlir sayılmayan. İndi baxaq. Deməli, so many birləşməsi doğrudur. Çünki burada qeyd elədik ki, so many ilə istifadə oluna bilir. Və cəm isim gəlməlidir, girls. Cəm isim də gəlib. Deməli, birinci birləşməmiz, ikinci birləşməmiz doğrudur. Üçüncüdə, so'dan sonra a few yazıblar. Amma biz də bura yazdıq ki, so'dan sonra few istifadə olunur. Deməli, üçüncü birləşməmiz yanlışdır. So'dan sonra a few yox, few gəlməlidir. Dördüncüdə görə so much'la istifadə oluna bilirmi? Bəli, bilir. Bəs necə isim gəlməlidir? Sayılmayan, progress, həqiqətən də sayılmayan isim doğrudur. Bizdən də doğru variantlar istənildiyinə görə götürəcəyik 2 və 4. 18-ci sualda yenə düzgün variantı seçəcəyik. Nöqtələrdən sonra isim gəlib və isimimiz sayıla bilməyən isimdir. Biz birinci variantı buradan çıxacağıq, adresdən sonra isim gəlmir. İkinci variantda çıxacaq, a lotdan sonra isim gəlmir, zərfdir, o feilə aid olur. Əgər a lot of və yaxud da lots of olsaydı, onu da götürə bilərdik. Bir də buradan dördüncü variantı a few-nu çıxacaq, çünki a few-dan sonra cəm isim gəlir, advice isə sayılmayan isimdir. Deməli, doğru cavablarımız olacaq plenty of. Deməli, plenty of özündən sonra cəm isimlə də işlənə bilər, sayılmayan isimlə də doğrudur. Üçüncüdə isə article bizi çaşdırmasın, çünki birləşməmizdə of var və of olanda biz ofdan əvvələ baxırıq. Article pis sözü sayılan və tək isimdir, ona aiddir. Deməli, doğru cavablarımız olacaq 3-5. 19-cu sualda düzgün sinonim cütünü axtarırıq. A variantında tender, tough, yumşaq, tough isə sərt. Yummy, ləzzətli, disgusting, iyrənc, bunlar antonimdir. C variantında check-in, qeydiyyata düşmək, check-out, qeydiyyatdan çıxmaq. D variantında offender, criminal, hər ikisi cinayətkar, təqsirkar, cinayət törədən deməkdir. E variantında hospitality, qonaqpərvərlik, hostility isə düşmənçilik, bunlar da antonimdir. Sinonim cütümüz olacaq D variantı. 20-ci testdə isə hekayə quracağıq, make up a story. Deməli, biz burada başlayacağıq 3-lə. Bir müəllim şagirdlərinə çətin bir tapşırığı həll etməyi tapşırdı. Ondan sonra gələcək birinci. Bir neçə dəqiqə sonra bütün şagirdlərin əksəriyyəti imtina etdilər, dayandırdılar. Düzdür, 3-1 variantlarımızda onsuz da yalnızca A variantındadır. Yəni 3-1 ardıcıl gələn kimi cavab çıxır, amma biz davamına baxaq. Birdən sonra 4 gəlməlidir. The one clever student started thinking carefully. Ağıllı şagirdlərdən biri diqqətlə düşünməyə başladı. Sonra gələcək ikinci, deyir o düzgün cavabı tapmaq üçün müxtəlif həll yolları sınadı. 2-dən sonra gələcək beşinci, the teacher was impressed and praised him in front of the class. Deyir müəllim qürurlandı və təsirləndi və onu bütün sinif qarşısında təriflədi. Sonra gələcək 5-dən sonra 8-ci, the student smiled proudly, yəni tərifləndiyinə görə tələbə də qürurla gülümsədi. 8-dən sonra gələcək 6. 6-da da deyir ki, the other students were surprised and asked him how he did it. Digər şagirdlər də buna təəccübləndilər və necə həll etdiyini soruşdular. Ondan sonra da gələcək, demək 7-ci. Deyir, he explained his method to them. O da öz metodunu, yəni həll etmə metodunu onlara izah etdi.